Baxmayaraq ki, bir sözün müxtəlif mənaları olsa da, cümlədə bir neçə mənada deyil, ancaq və ancaq bir mənada işlənə bilər. Məsələn, Azərbaycan dilində vurmaq sözünün 30 mənası olduğu halda bir cümlədə işlətdiyimiz zaman həmişə bir mənada işlədirik. Göz vurmaq, qulaq ardına vurmaq, vurmaq və s. Salat deyir ki, bir sözün müxtəlif mənaları olsa da, cümlədə işlədəndə də bir dənə mənası olur. Vurmaq elə vurmaqdır, göz vurmaq, filan şeylə vurmaq və s. Buna buradan bir dənə də sual verir. Onda sənin sözündən belə çıxır ki, onda Allah Taala Maidə surəsində ki buyurur, iman gətirənlər namazı durduğunuz zaman. Onda orada kömək dəstək mənasındadır. Əgər bir dənə mənası varsa, onda salat sözü orada dəstək mənasındadır da, namaz mənasında deyil. Cavab verərsən buna. Peyğəmbərə isnad edilən rivayətlərdə də salat sözünün dəstək mənasında işlətdiyi sözünün 30 mənası olduğu halda bir cümlədə işlətdiyimiz zaman həmişə bir mənada işlədirik. Göz vurmaq, qulaq ardına vurmaq, vurmaq və s. Salat Peyğəmbərə isnad edilən rivayətlərdə də salat sözünün dəstək mənasında işlədildiyinə rast gəlirik. Həmin rivayətlərə görə Peyğəmbər deyib ki, möminin hər əməli salatdır. Namaz yolundan əziyyət verən bir şeyi aradan qaldırması salatdır. Hər cür xeyirli davranışa, yəni buradan salat dediyini və yaxud da deyildiyini görürük. Dostlar, sən də vaxtdan hədis qəbul edirsən, Peyğəmbərdən hədis gətirirsən. Yəni öz batılını dəstəkləmək üçün Peyğəmbərin sözlərini gətirirsən. Sən hədis inkarçısan, sən din düşmənisən. Hədisləri niyə gətirirsən ki? Yəni başqa bir dəlil tapmadın öz batılını dəstəkləməyə. Keçdin hədisə. Allahu akbar. Görürsünüz necə hiləgər birisidir bu, dəyərli dinləyicilər. O hədisi də səhv deyib. Vallahi deyir ki, Peyğəmbərə isnad edilən rivayətlərdə gəlir ki, yəni hədislərdə Allah Rəsulü buyurur ki, möminin hər bir əməli salətdir. Orada salət sözü deyil, İsa var. Orada sədəqədir sözüdür. Yəni yoldan hər hansı bir şeyi kənarlaşdırma, maniyəni, əziyyət verən bir şey kənarlaşdırma sədəqədir mömin üçün. Xeyirdir, savabdır. Salavət deyil orada. Onu da səhv başa düşmüsən. Allahu akbar.